Ayna informasiya sistemi niyə əhəmiyyətlidir? Ayna informasiya sistemi sadəcə elektron portal deyil, Azərbaycanın yerüstü nəqliyyat ekosistemini rəqəmsal transformasiya edən bir dövlət proqramıdır. O, yerüstü nəqliyyat sektorunda fəaliyyət göstərən bütün subyektləri vahid bir rəqəmsal platformada birləşdirir. Bu sistemin əsas məqsədi şəffaf, operativ və kağızsız xidmətləri təmin etməkdir. Ayna informasiya sistemi bir pəncərə prinsipi ilə işləyir. Sistem elektron hökumət portalı və digər dövlət informasiya sistemləri ilə sıx inteqrasiya olunub. Ayna informasiya sisteminin tətbiqi ilə Azərbaycan yerüstü nəqliyyat sektorunda kağız dövriyyəsinə əsaslanan dövrdən tamamilə rəqəmsal və intellektual bir idarəetmə modelinə keçid gerçəkləşdirilib. Ayna informasiya sisteminin tətbiqindən bəri müraciətlərin sayı dəfələrlə artıb. Sistem üzərində hər gün bir neçə minə yaxın müraciət daxil olur. Pik günlərdə müraciət sayı 10-15% artım göstərə bilir. Aylıq 10 minlərlə müraciət emal olunur. İllik həcmlər isə artıq 100 minlərlə əməliyyat səviyyəsinə çatıb. Əməliyyatların təxminən 60%-i icazə və lisenziya müraciətləri, 25%-i elektron qaymə əməliyyatları, 15%-i digər sorğu və xidmətlərlə bağlıdır. Ayna informasiya sistemi vətəndaşlar üçün zaman və maliyyə qənaətinə imkan yaradır. Bütün əməliyyatlar onlayn həyata keçirilir. Hər bir müraciət elektron izləmə mexanizminə təmin edilir. Sürücülərin lisenziya və icazə alma prosesinin asanlaşması keyfiyyətli kadrların sektora cəlb edilməsinə kömək edir. Bu da ümumilikdə nəqliyyat xidmətlərinin keyfiyyətini artırır. Ayna informasiya sisteminin unikallığı onu regional və beynəlxalq miqyasda qabaqcıl sistemlərdən birinə çevirir. Ayna informasiya sisteminin təhlükəsizliyi çoxsəviyyəli bir arxitektura üzərində qurulub. Fərdi məlumatların qorunması sistemin prioritetidir. Ayna informasiya sistemi statik bir layihə deyil, daim inkişafda olan sistemdir.